Ayxan Abbasov, sən əgər millidə qalıb işləmək istəyirsənsə, qələbələr qazanmaq istəyirsənsə ki, yadda qalasan, Fernando Santos gedəndən sonra onun bütün köməkçilərini çıxarmalısan. Sənə torba tikən heç bir köməkçi lazım deyil. Öz komandanı gətirməlisən. Yaxşı futbolçularla yeni komanda düzəldərək qabağa baxmalısan ki, Azərbaycan milli komandası son oyunlarda göstərdiyi, son 2 oyunda göstərdiyi oyunlardan daha da yaxşı oynasın. Daha da çox gol vursun. Artıq İslandiyanın qələbə qazanma haqqında düşünməlisən. Və bilirəm, xəbərim var ki, Fransa oyunun ətrafında Renat Dadaşovla bir balaca spor düşüb və o sporun müəyyən qədər komandaya ziyanı deyib. Çünki Renat Dadaşov Ukrayna ilə oyunda heyətdə yox idi. Və bunun müəyyən səbəbləri var. Bilmirəm indi sabahları nə olacaq, onu növbəti oyunlara çağıracaqsan, yoxsa yox. Amma hər halda birinci növbədə sən öz yeni komandanı qurmalısan. O komanda sənə inanmalıdır.